Əmək pensiyaları haqqında qanuna əsasən yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib. Pensiya kapitalının nə qədər artırılacağına gəldikdə, deputat Mərkəzi Bankın 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş etdiyini diqqətə çatdırıb. Mərkəzi Bankda bu il Azərbaycanda qiymətlərin 6% artdığını proqnozlaşdırırlar. Dövlət Statistika Komitəsinin məlumatlarına görə bu ilin ilk 9 ayında istehlak qiymətləri indeksi 5,7% olub. Bu o deməkdir ki, mövcud qanuna əsasən Mərkəzi Bankın proqnozunda kənarlaşma olmazsa, vətəndaşların pensiya kapitalı təxminən 6% artırılacaq deyə deputat sözlərinə əlavə edib.